Hayatım, gedim o pişik dilindən hazırlanan maraqlı şirniyyat var. Ondan alım gəlin beraber çay içək. Bir söz neçə dəfə demək olar. Artıq bəsdir. Evdə özüm hər şeyi hazırlayacağam. Bir də marketə getməyə qəti ehtiyac yoxdur. 3 stəkan süd, 4 xörək qaşığı şəkər tozu, 1 dolu yemək qaşığı nişasta, 2 dolu yemək qaşığı un, 2 iri yumurta sarısı, bulamaq üçün sos hazırlayırıq. 1 xörək qaşığı yarım şəkər tozu. Mən kofeni qəti surətdə sevmədiyim üçün kakaodan istifadə edirəm. 1 stəkan yarım su əlavə edirik. Adım bişirdim, soyutdum. Üzərinə belə krem pendir əlavə edəcəm. Bu təxminən 200 qramdır. Kremimiz artıq hazırdır və belə olmalıdır. İndi isə kedilərimizi qarşıma bulayıb qaba düzəcəyik. Çok möhtəşəm. Bir sözlə super evdə tam bu reseptlə hazırlayıb ləzzətli şəkildə yeyə bilərsiniz.